Salam, bugün abituriyentlərin əksər hissəsinin çətinlik çəkdiyi, Dövlət İmtahan Mərkəzinin imtahanlarda tez-tez istifadə etdiyi bir problemli məsələdən danışacağım. Şeyx İsmayıl yoxsa Şah İsmayıl? Gəlin bunu aydınlaşdıraq. Əvvəlcə bilməliyik ki, Səfəvi dövləti yaranmamışdan əvvəl Səfəvilərin Ərdəbil hakimliyi mövcud idi. Gənc İsmayıl 1494-cü ildən 1501-ci ilə qədər bu hakimlikdə təriqət üzvlərinə şeyxlik etmişdi. 1501-ci ildə özünə sadiq qüvvələri ətrafına toplayan İsmayıl Ağqoyunluların hökmdarı Əlvənd Mirzəni məğlub eləyir, Təbrizə daxil olur. Bundan sonra şah titulu götürür və 1501-dən 1524-cü ilə qədər şahlıq eləyir. Qısacası 1494-dən 1501-ci ilə qədər onun şeyxlik dövrüdür, 1501-dən 1524-cü ilə qədər onun şahlıq dövrüdür. Əgər dediklərim aydındırsa, Zabanı döyüşündə Şeyx İsmayıl idi, yoxsa Şah İsmayıl? Bunu rəylərdə qeyd edin.